Salam değerli müşterilerimiz, hoş gördük her birinizi. Binə qəsəbə Savxoz ərazisində şəxsi tikili mülk satırıq değerli müşterilerimiz. 4 sotun içində inşa olunubdur. Həyətyanı sahəsi çox gözəldir. 2 mərtəbəli mansard tipli evdir. Değerli müşterilerimiz. Bax buradan da maşın yoludur. Buradan barotası var. Maşın yoludur. Piyada keçidi də oradandır. Evimizlə tanış olaq. Daxil olduqda bax belə bir gözəl bir həyat qarşılayır bizi. Tam şəxsi tikili evdir. Bax belə Binə qəsəbəsi ərazisində belə bağlı bağçalı ev yox. Dəyərli müştərilərimiz. Bax bir maşın həyətinə daxil olur. Həyətyanın sahəsi çox genişdir, yaşıllığa üstünlük veriblər. Dəyərli müştərilərimiz. Bax bağlı bağçalı, güllü çiçəkli də su çəkilən ətraflı ehtiyat su çəninə kimi var. Evin arxa tərəfində də məsafəsi var. Maşallah həyatı. Evimizin qazı, işığı, şirin suyu, qardaşlarımız, şəraitli evdir. Birinci mərtəbə 180 kvadrata yaxındır, kvadratı böyük. Həyətimizdən ətraflı tanış olaq. Bax, burada da qardaşlar. Transformator yerləşir. İşıq sönəndə ehtiyat yanı generatordur, işə düşür. Burada da bir dənə yay mətbəxidir. 6'nın 4'ə təmirsiz yay mətbəxidir. İnşallah təmir elətdirərsiniz. İstifadə edirsiniz. Yerdən 6 daş kürsülüdür. Daxil olaq evimizlə ətraflı tanış olaq dostlar. Bura qəşəng balkon hissəsidir. Necə lazımdır, yəni şərait quruluqdur. Mənzərə də göz qabağındadır dostlar. Otaqlarımızla tanış olaq. Dostlar, daxil olduqda bax belə bir gözəl bir qonaq otağı qarşılayır bizi dəyərli müştərilərimiz. Hündürlüyü kifayət qədər normaldır. Patoloji izolyasiyalıdır, fiqurla yığılıbdır. Yəni bu evə, yəni belə deyək ki, xərc qoyulubdur. Tam şəxsi tikili evdir, perqorodkalar da qoşaldır. Əşyaların 90% qalacaq dəyərli müştərilərimiz. Yataq otaqlarımızla tanış edək sizləri. Bu bir yataq otağı dəyərli müştərilərimiz. Bu ikinci yataq otağı. Üçüncü yataq otağı. Dostlar, hər otağın yenə deyirəm, ayrı-ayrıqda kondisioner var, mətbəxinci də var. Mətbəx mebeli də taxtadan yığılıbdır. Yəni uzun ömürlüdür. Adi MDF ya və ofisin materiallardan deyil. Evimizin qiyməti dostlar 150.000 manata düşübdür. Əvvəllər qiyməti 160.000-dən paylaşmışdıq. İnşallah reallı olsa yenə də indirim olacaq. İkinci mərtəbə ilə evi ətraflı özüm sizlərə tanış edeyim. Hamam sanitar qovşağının giriş hissəsi koridordur. Burada belə kladovkası var. Hamam otağı. Sanitar qovşağı. İkinci mərtəbəyə qalxırıq. Pilləkənləri dostlar fıstıqdan yığılıbdır. Yəni bahalı materiallardan, otaq qapıları da qardaşlarımız, yəni fıstıqdan yığılıbdır. 1500-2000 manat qiyməti var. Yəni bilən bilir. Adi sadə taxta deyil, şamdan deyil. İkinci mərtəbədə bax belə bir giriş mətbəx koridordur. Bura təmir olunub veriləcək. Buranı isə alan adam özü təmir elətdirəcək. Panorama pəncərəsi. Buradan da balkona çıxışıdır. Dostlar, Allah alana da satana da xeyir versin. Buyurun bizlə əlaqə saxlayın.